Əliyeva Sevinç Sultanəli qızı 1988-ci il təvəllüdlü Ağsu rayonu sakini 23 noyabr tarixində bizə müraciət etmiş. Müvafiq cərrahi əməliyyat keçirdikdən sonra xəstə sağalma ilə evə yazılan vaxtda palatada vəziyyəti kəskin ağırlaşmış, xəstədə kardial aris, kəskin ağciyər ürək çatmamazlığı müşahidə edilmiş. Xəstəyə mavi kod yardımı ilə reanimasyon ekip tərəfindən yardım göstərilmiş, respirator dəstək, inotrop dəstək, ürəyin qapalı masajları aparılmışdır. 45 dəqiqə davam edən masajdan sonra xəstə həyata dönmüş, lakin xəstə reanimasiya şöbəsinə müalicəsini davam etdirmək üçün qaldırılmışdır. Reanimasiya şöbəsində baxmayaraq ki, xəstədə respirator dəstək, inotrop dəstək yanaşı aparılsa da, təqribən səhərsi gün, yəni 26 noyabr tarixində saat 4:50 radələrində təkrarı olaraq kəskin ürək dayanması müşahidə edilmiş, təkrar olaraq xəstəyə ürəyin qapalı masajı və reanimasyon yardımları aparılmışdır. İkinci dəfə aparılan yardım süni tənəffüs aparatının dəstəyi fonunda aparılmış və çətinlik dərəcəsinə görə biz tərəfdən idarə olunmuşdur. Baxmayaraq ki, 45 dəqiqə biz ürəyin qapalı masajını aparmışdıq, lakin apardığımız bu yardımlar nəticəsiz qalmamış, xəstə tamamilə tam sağlam vəziyyətdə 5 dekabr tarixində cərrahiyyə şöbəsinə köçürülmüşdür. Əməliyyat olunan Sevinç Əliyeva yaşadıqlarını belə xatırlayır. Hötküsəmdə daş var idi, əməliyyata getmişdim. Əməliyyat olundum, 5 gün yatdım xəstəxanada, səhəri günü çıxacaqdım. Birdən-birə düşmüşəm o vəziyyətə, özüm də bilməmişəm. Həkimlər deməyinə görə 45 dəqiqə bir olub, 15 dəqiqə də bir olub, 2 dəfə olub. Jalə həkim, Elçin doktor, oradakı işləyənlər hamısı, Allah hamısından razı olsun. Onlar mənə qulluğumda durdular, kömək oldular, həyata qaytardılar. Hamısından çox razıyam. Xəstənin anası Zibər Məmmədova da övladının sağ-salamat ailəsinin yanına dönməsini sevinç dolu hisslərlə danışır. Apardıq onu, əməliyyat elədilər. Əməliyyatdan sonra da yaxşı oldu, özünə gəldi. Göydə Allah yerdə balamızı həkimlərin sayəsində bizə qaytardılar.